Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun birinci dərəcəli əmək ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Oxu24.com-un əldə etdiyi məlumata görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzun müddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağaoğlu Bakıxanov birinci dərəcəli əmək ordeni ilə təltif edilsin. Azərbaycanın xalq artisti, şöhrət ordeni sahibi, məşhur azərbaycanlı bəstəkar Tofiq Bakıxanov 8 simfoniya, 5 simfonik muğam, 6 simfonik poema, müxtəlif alətlər üçün 26 konsert, 1 aktlı balet və bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 operettanın müəllifidir. Bundan başqa o, Flora Kərimova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Rauf Adgözəlov, Mobil Əhmədov və bir çox başqalarının ifa etdiyi 100-dən çox mahnının bəstəkarıdır.